Salam dostlar, mən Elnur. Bugün heç keyfim yoxdur, heç bir şeyim yoxdur. Artıq 2 gündür ki hesabım durduq yerə, ban yeyibdi. Belə deyim də, elə bil heç nə etməyə durduq yerə dərəcə kasırdım. Dərəcə kasanda da ki ban yedi. Hesab belə ban yedi ki takıma girə bilmirəm. Baxın, içerik yürütülmüyor. Takıma qoşulmasında bu takım incələmədə şübhəli oyuncuları çekilir və şu anda katlanır. Mən şikayət göndərdim Qarinaya. Qarinaya şikayət göndərdim. Mənə deyir ki, gir bax, nə bilim, nə qar, nə qar. İndi mən sizə yuxarıda qeyd edəcəm. İndi ekranda gələcək mənə verdiyi cavab. Bu cavab veribdi. Bu cavabda da ki, deyir ki, sən nəsə bir şübhəli bir şey istifadə edirsən ki, sən ban yeyibsən da. Yəni ki, durduq yerə ban yeməyibsən. Amma ki, mən heç bir şey istifadə etməmişəm. İndi bayaqlarım bir mesaj göndərdim ki, mən indi göstərəcəm, ekrana gələcək hansı mesaj göndərdim ki, heç bir şey istifadə etməmişəm və siz mənə durduq yerə, yəni tərtəmiz oyunçuyam, durduq yerə mənə bir ban yedirdirdiniz. Mən durduq yerə niyə ban yeyirəm da? Yəni ki, dərəcəmi kasıram, düzdür. 0 raundu biraz çox kastım. Takım banı bəlkə də buna görə yedim. Ulduzdan daha çox kastım, amma ki, belə bir şey var da, dərəcə banı yeməliyəm. Dərəcə banı yesəm başa düşərəm. Dərəcə banı onsuz da verdilər mənə. Baxın, cəza düşmüşük 60 gün. Həm dərəcə dili tabloya sar, həm dərəcə banı yedim, həm də ki takım banı yedim. O takım banını mənə niyə verirsən bəs sən? Mənə dərəcə banı versən deyərəm, hə, heç nə olmaz. Həmənki gün biraz çox kastım, indi sənin dərəcə banı verməyinə qatılıram. Elmas 4 idim deyəsən. Elmas 4-dən 5 ulduz, Elmas 5-dən 5 ulduz, indi 27 ulduz gəldi. 37 ulduz zat qazmışam. Nə belə çox qazmamışam heç. Yəni ki, 50 ulduz maksimalda verməlidir, amma 50 ulduz da vermədi. 37 ulduz da verdi. Deyir ki, sən nəsə açıq oynayırsan və bu da ki, mənim əsəbimə toxundu və takım girib heç bir şey edə bilmirəm və oversay hesabda oynayıram. Yəni çox narazıyam da, yəni cavab verdiyi cavab da budur bax. Deyir ki, salam oyuncusu, deyir ki, biz sizin tiketinizi, yəni bu tiketə sizə cavab verdik. Gedib ayarlar bölməsindən hizmet yerindən cavab verib, cavab verdiyimiz şeyə baxın və geri bildirimi bilin də, yəni nə demək istədiyimizi başa düşün. Mən təzədən oraya yazdım mesaj, təzədən bir dənə mesaj göndərdim ki, durduq yerə mənə göndəribsən də, yəni sən hələ buna baxın, rapor bildirimi, bayaqlarım oyuna girəndə, elə bil, bayaqlarım birində çoxdan girmişdim, 2 apreldə girmişdim oyuna, hiylə görmüşdüm. Sunback 09 bizi kafa atırdı. Onu reportladım və hal-hazırda reportumda tutubdu. Hələ mən nə qədər report göndərmişəm ki, yəni hilələr banlansın da. Yəni bax, məsəl üçün hilə olaraq bağlandım, işləndi yazanlar oldu, hələ incələmədi. Yəni yetərsiz kanıtlara ki, banlanmadı da, amma ki, yetərsiz kanıtların çoxusu da hilədir. Düzgün oyuncu da var. İşləndi yazanların hamısı hilə deyə reportlanmışdı. Bax, bunlar da qazandığımlarımda nə bilim nədir. Bütün əsərim korlanıbdı, yəni ki, heç bir oyun mühiti qoymur da mənim girim oyunuma. Oyuna girirəm, botları atır. Bilirəm ki, çoxlu oynasam, təzədən yenə ban yeyəcəm və ban yemək istəmirəm. Yəni oyuna girəndə buna baxın. Bax, ancaq çox kili mən aldım demək olar ki. İndi burada 0 kill zad almışam. Məsələn, indi bax 4 kill. Burada 1 kill almışam. Bu yox, bu çoxdan şeylərdir. Yalnız kursat girirəm, ancaq kafa zad atıram. Bir də görürəm ki, indi qorxuram ki, birdən təzədən şey eləyər. Bana salar cəmaatı. Estağfurullah. Nəsə da, qısaca durduq yerə ban yemişəm və reportlanmışam. Bu oyun niyə belə eləyir, nədən belə elədi bilmirəm. Bir dəfə də eləmişdi, amma ki, bir dəfədəki bilirsiniz nədən idi? O mənim səhvim idi. İndi söyürdüm. İndi səs banıza dedim. O da ki 2-3 günlükdür. Amma ki bu 2-3 günlük deyil, bir iş deyil axı bu. Gör mən neçədən bəri baxın, axırıncı dəfə uşaqlardan oynadığım aprelin neçəsi ya? Aprelin 1-i oynadım, ikisi oynayan da günortadan sonra idi, yoxsa ya da günortadan sonra ban yedim aprelin ikisi. Günortadan sonra ban yedim durduq yerə. Mən sizə nələr dedim, nə qardım, nə nədim, onun şəklini qoyacağım ekrana. Yəni ki, nə qədər şikayətdə bulunsam da, nə qədər söz desəm də, yəni məni heç vecdəmədi, heç vecinə də almadı, sadəcə yola verdi. Deyir ki, belə bir şey açıqsan ki, eləmişəm. Axı mən tərtəmiz oyunumu oynayıram. Normal videolar çəkirəm, normal kafa atıram, yəni elmas vururam. Yəni belə bir şey etsəm belə bu hesabda niyə edim? Yəni tutaq ki, bu hesabda niyə edim də? Yəni bot səhifə atarım, bot səhifədə eləyərəm də o hərəkəti. Bu hesabda eləmərəm.
Nəsə, Qarinanı başa düşmək olmur uşaqlar. Bu videoya bəyənib like atmağı yaddan çıxartmayın ki, bəlkə sizin bildikləriniz varsa keşfətə düşsün, keşfətdən daha çox şey alsın ki, məsələn bunu eləyəndə açılacaq, bunu eləyəndə açılacaq. Yəni bilənlər varsa yazsınlar. Hal-hazırda nə edəcəyimi bilmirəm. Bütün əsəblərim də korlanıbdır. Durduq yerə ban yemək, yəni haqqım da deyil də, yəni dərəcəmi kasıram, normal oyuncuyam da. Allah hiylə ilə dərəcəyə girənlər ban yemir, normal oyuncu ban yeyir də. Hiylə ilə dərəcəyə girənlər ban yemir, olan biz olur. Nəsə, Azərbaycanlılar nəsə qabaqdadır. Hə, nəsə. Elə bu uşaqlar, videoya like atıb abunə olmağı yaddan çıxartmayın. Sağ olun, görüşənədək.